Ana ağlamasın, bir səhv adım mən uçuruma attı. Bu yerdə bir vaxtlar mən tam fərqli bir insan idim. Burada gəzəndə həyatımın nə qədər qaranlıq olduğunu hiss etmirdim. Çünki artıq özümü itirmişdim. Narkotik mənim seçimlərimi, hisslərimi və həyatımı idarə edirdi. Mən elə bilirdim ki, çıxış yolu yoxdur. Ümidin nə olduğunu belə unutmuşdum. Bu gün isə eyni yerdə ayıq halda gəzirəm. 4 ildir ki, ayığam. Bu yol asan olmadı. Çox qorxulu, ağrılı, çətin və özümlə mübarizəli illər oldu. Və mümkün olduğunu sizə də göstərmək istədim. Mən tək deyildim. Kömək istəməyi öyrəndim, dəyişməyin mümkün olduğuna inanmağı öyrəndim. Bir gün bir addım prinsipi ilə yaşamağı öyrəndim. Əgər bu videoya baxan və asılılıqla mübarizə aparan biri varsa, bilməyini istəyirəm ki, sən tək deyilsən. Çıxış yolu var, ümid var və dəyişmək mümkündür. Bu gün mən həyatımı geri almışam və bunun üçün 12 addım reabilitasiya mərkəzinin rəhbəri Əkbər Cəfərova minnətdaram. Bir addım geri, min addım irəli. Ümid aparacaq məni sabaha doğru yıxılan gülxər. Buna inanıram, bu dəfə özüm üçün yox, ailəm üçün yaşayıram. Ana gül artıq, göz yaşını sil. Oğlun qayıdır, qayıdır evə. Atan başını dik tut.